Buradan sözümü Zelenskiyə deyirəm. Az Zelenski, Ukrayna prezidentsin. Sən gərək İlham babamız gələndə ayağa durub ona salam verməlisən. Deyirsən ki, Azərbaycan bizə yardım eləmədi. Azərbaycan yüzlərlə, 50'lərlə, küzlərlə Şkodalarını, tirlərini sizə içi dolu yardım göndərdik. Qayıdıb durub belə deyirsən. Həmişə Azərbaycan dövləti bütün yaxın qardaşlarına dəstəyini əsirgəməyib. Başda İlham Əliyev cənabları ola. O gör kimin oğludur? Onu öndərmiş Heydər Əliyevin oğludur. Allah rəhmət eləsin Heydər Əliyevə. Onun qabağında baş əyirəm mən. Diz sökürəm ki, biz Heydər nəvəsiyik və İlham oğluyuq. Bugünkü gündə Türkiyə gələndə Türklər bizim qardaşımızdır. Bir millət, iki dövlətik. O bəzi dırnaq arası Türklər ki girir Azərbaycanın arxası ilə danışır ha. Sözüm onlaradır. Meşə yanğınında Azərbaycan yanında oldu. Zəlzələn olanda əynimizin şalvarından paltarını soyunduq, əqqamızı sizə verdik ki, bizim qardaşlarımız, ana bacılarımız orada məyus günə qalmasınlar. Amma siz neyiniz? Avropada hər bir yerdə durub Azərbaycanın dalı ilə danışırsınız. Bunu düz edirsiniz siz. Harada görünür ki, bir qardaş, bir qardaşın arxası ilə danışsın. Harada görünür ki, bir millət, iki dövlət bir-birini tapdasın. Biz Heydər nəvəsi İlham oğluyuq. Bugünkü gündə biz dəmir yumruqla irəliyik. Siz bizə dəstəyinizi göstərdiniz. Biz də sizə canımızı qurban verdik. Sözüm Ukraynaya gələndə, bax, Ukrayna milləti, Azərbaycan hər dəqiqə, hər saniyə sizə yardımını əsirgəmədi. Eşq olsun İlhama. İlhamla irəli. İlham bizim babamızdır və Azərbaycanımızın qanunudur.